Salam dəyərli və əziz müəllimlər. Mən Əliyeva Sevinç. Bugün mən sizin üçün Təhsil İnstitutunun sizlər üçün paylaşdığı texnologiya suallarının geniş şəkildə izahını təqdim edəcəm. Hansı ki bu tipli məsələlərin mən müəllimlərimə özüm işlədirəm. İstədim ki sizlərin də bu tipli məsələlərdən xəbəriniz olsun və onların geniş şəkildə izahını sizə təqdim edim ki, qarşınıza çıxacaq hər bir məsələni aydın şəkildə oxuyub cavabları tapa biləsiniz. Müəllimlər, əslində bu tipli situasiyalar çox asandır. Sadəcə analiz etmə bacarığınıza görə bu sualların cavablarınızı dəqiqliklə tapa bilərsiniz. İndi isə hər birinizə yenidən uğurlar arzulayıram. Gəlin suallarımızın izahına vaxt keçid etmədən başlayaq müəllimlər. İlk olaraq birinci sualımızdan başlayırıq. Deyir müəllim, dərs prosesində şagirdə həqiqi ölçüsü, yəni öz ölçüsü 100 milli olan nümunə detal verib. Və bu detalın spesifikasiyasını tərtib edərkən miqyası 50 milli ölçüdə çəkməyi tapşırıb. Şagirdlər burada hansı miqyası tətbiq edəcəklər? Müəllimlər, diqqətli şəkildə baxırsınız. Həqiqi ölçü 100-dürsə, alınan miqyas 50-dir. Müəllimlər, həqiqi ölçü 100-dürsə, alınan miqyas 50-dirsə, baxın neçə dəfə kiçildilib? Deməli, 2 dəfə burada kiçildilmiş bir miqyas alınıb. Düzdürmü? Deməli, 100-dən 50 alınıb. 2 dəfə kiçildilib və bunu sadəcə kiçildilmiş miqyas kimi də göstərə bilib. Baxın, elə A variantında diqqətlə baxsaz, yazıb kiçildilmiş bir miqyasdır. Bəli, doğru cavabımız elə kiçildilmiş miqyas hesab olunacaq müəllimlər. Bunu 1/2 kimi də sizə verə bilərdimi? Bəli, verə bilərdi. Və yaxud da bu məsələni mən fərqli formatda da öz müəllimlərimə işlədirəm. Necə işlədirəm? Demək, burada ölçünü verirəm, həqiqi ölçünü soruşuram. Yəni, miqyası da verirəm. Məsəl üçün, deyirəm ki, miqyasın çertyojda ölçüsü 50 milli çəkilib, miqyasla istifadə olunub, 50 ölçüdə detal hazırlanıb, tərtib eləyən zaman, miqyası isə 1/2-yə götürülmüşdür. Burada məmulatın öz həqiqi ölçüsü nə qədər ola bilər? Əlbəttə ki, müəllimlər, öz həqiqi ölçüsü 100 milli olmuş olacaq. Tam fərqli formatlarda bu məsələləri işlədirəm. Sizlər də özünüz hazırlayıb bu testlərdən yararlana bilərsiniz. Hətta bizim dərslərimizə qoşularaq bu tipli testləri işləmə şansını əldə edə bilərsiniz müəllimlər. İndi isə gəlin ikinci sualımıza baxaq. Deməli, birinci sualımızın cavabı 2 dəfə kiçildilmiş miqyas hesab olunacaq müəllimlər. Dərs prosesində şagird eyni ölçüdə, baxın diqqət olun, eyni ölçüdə və eyni formada 10 ədəd çərpələng fiquru kəsib, hazırlayıb. Burada fiqurun fərqi yoxdur müəllimlər. Yəni, fiqur bir mahiyyət kəsb eləmir. Sadəcə siz diqqət edin, əsas 10 ədəddir. Say 10 ədəddir. Və eyni ölçüdə, eyni formada kəsilib. Kəsimin tez və dəqiq olması üçün şagird hansı vasitədən, yəni köməkçi vasitədən istifadə edəcək? Biz köməkçi vasitə olaraq da tərtibatlardan istifadə edirik. Burada pərgar, avtomatik şəkildə hələ ki cavaba getməmiş sizə deyirəm. Tapa bilmirsiniz də, nədən gedir söhbət? Pərgar alətdir, xətkeş alətdir, reysimiz alətdir, biz alətdir, qaldı bir dənə ülkü müəllimlər. İndi gəlin bu versiyanı da qoyaq kənara. Tapa bilmirsiniz yenə cavabı, bu şəkildə də tapa bilmədiniz. Vasitədir və yaxud da alətdir, müəyyən eləyə bilmədiniz. Baxın, eyni ölçüdə, eyni formada sözü var. Yəni, bu da sizə bir cavabı vermədi. Amma tez və dəqiq nə ilə aparılırdı? Əlbəttə ki, yenə cavab ülgü ilə. Doğru cavabımız nə olacaq müəllimlər? Elə burada da A variantı olmuş olacaq. Digər növbəti sualımız. Texnologiya dərsində müəllim şagirdlərə məktəb emalatxanasında 2 oduncaq detalın yapışdırılması üçün kazein yapışqanından istifadə etmələrini tapşırır. Şagirdlər 2 oduncaq detala yapışqan çəkib, dərhal sıxacda onu sıxırlar. Verilən situasiya üçün düzgün cavabı müəyyən edin. Aha, gəlirik yadımıza, o dəqiqə siz salırıq. Kazein yapışqanı təbii yapışqandır. Hansı ki yapışqan növü hesab olunur. Biz təzə hazırlanmış kazein yapışqanı 3-4 saat ərzində istifadəyə yararlı hesab edirik. 3-4 saatdan sonra o bəlkə istifadəyə yararsız olur. Yapışdıran zaman oduncaq detalların bir-birinə yapışqanın hopması üçün 2-3 dəqiqə kənarda gözlədib, sonra sıxacda onları bərkidib tam bərkiməsini gözləyirik. Sıxacda tam bərkiyəndən sonra onları götürürdük.
Aha, bu kazen yapışqanın istifadə qaydasıdır, düzdürmü? İndi gəlin variantlara baxaq. Yapışqan çəkən kimi gözləmədən detalları sıxacda sıxmaq. Xeyr, 2-3 dəqiqə gözlənilməlidir. Deməli, A variantı yanlışdır. Yapışqan çəkdikdən sonra 20-30 dəqiqə gözləyib. Xeyr, yenə də deyirəm, 2-3 dəqiqə gözləyirdik. Yapışqan 5 saat istifadə, 3-4 saat, 4-5 saat deyil. Bu yanlışdır. Detalların səthini təmizləmədən yapışqanı çəkib 5-10 dəqiqə gözləyib birləşdirmək. Xeyr, hər bir halda hansı bir detal olur olsa onu yapışdırmaq istəyirsə, üzərindəki, səthindəki tozu, çirki təmizləməli. Elə bu kazen yapışqanında da olan bir hadisədir. Bu da yanlış ifadədir. Təmizləməliyik, hətta 5-10 dəqiqə gözləməliyik. Bu da yanlışdır. Yapışqanı çəkdikdən sonra 2-3 dəqiqə gözləyib detalları birləşdiririk. Deməli, doğru cavabımız nə olacaq müəllimlər? Elə E variantının əvvəldə mən sizə izahını vermişdim. Görsünüz, çox asandır. Sadəcə cümlələri diqqətli oxumaq lazımdır. Müəllim dərs prosesində şagirdə uzunluğu 15 sm olan taxtadan bir fiqur hazırlamağı və ona uyğun pəstah seçməyi tapşırır. Texnoloji qaydalara əsasən şagird seçdiyi pəstahı hansı ölçüdə olmalıdır? Müəllimlər, baxın, 15 sm uzunluqda veribsə, pəstahı seçməyi tapşırıbsa, burada diqqətli oluruq. Pəstahı seçməyi tapşırıbsa, müəllimlər, pəstah ondan böyük olmalıdır da. Pəstah detaldan nə ilə fərqlənirdi? Ölçüsünə görə. Düzdürmü? Ölçüsü də böyük olurdu. Pəstah böyük olurdu detaldan. Aha, aydındırmı? Yəni bu qaydanı yadımıza salıb sonra cavablara gedək. Qaydanı yadımıza hər zaman müəllimlər yadınızda saxlayın ki, birinci özünüz cavabı tapıb sonra variantlara gedin. Çünki o zaman sizin cavabınız düz çıxacaq. İstər bu texnologiya olsun, istər bu kurikulum olsun, fərqi yoxdur. Cavabı özünüz tapırsınız, sonra variantlara gedirsiniz. A variantında deyir ki, uzunluğu 15 sm olan pəstah. Xeyr, dedik axı pəstah böyük olmalıdır. Uzunluğu 15 sm-dan böyük olan pəstah. Bəli, elə doğru cavabımız B variantıdır. Sonra C'də deyir ki, detalın yarısına bərabər. Yox, yarısına da olmaz. Kiçik olmamalıdır. Eni və uzunluğu yenə də ola bilməz. Uzunluğu 15 sm-dan yenə kiçik ola bilməz. Yəni eyni də ola bilməz, yarısına da bərabər ola bilməz, kiçik də ola bilməz. Ancaq ona bərabər də ola bilməz. Böyük olan pəstah olmalıdır. Deməli, doğru cavabımız nə olacaq? B variantı. Gəldik digər sualımıza. Bu tipli testlərin tam fərqli formatında mən də işlədirəm müəllimlərimə yenə. Deyir ki, dərs prosesində şagird müəllimin tapşırığına əsasən pəstahın kənar künclərindən, İmonoy baxın müəllim, bu kənar küncləri söhbəti məndə də var idi. Bunun başqa bir formatda 90 dərəcə bucaq olub olmadığını yoxlamalıdır. Şagirdin istifadə etdiyi çertyoz alətləri arasında xarrat bucaqlığı yoxdur. Yəni cavablarda xarrat bucaqlığı yoxdur. Yəni xarrat bucaqlığını, yəni bir dənə üstündən X var. Olmadığı üçün o bucaqlığın funksiyasını yerinə yetirə bilməyib. Düz bucağı ölçmək üçün hansı alətdən istifadə edəcək? Bilirik ki, xarrat bucaqlığı 90 dərəcə bucaqları ölçüb çəkib yoxlamaq üçün istifadə olunur. Yəni düz bucaqları yoxlayıb ölçmək, çəkmək üçün istifadə olunur. Amma bunu yerinə yetirmək üçün onun əlində xarrat bucaqlığı yoxdur. Hansı alətdən istifadə edib? Hansı alətlə bunu yerinə yetirə bilər? Müəllimlər, əgər bizdə günya verilsəydi, biz xarrat günyəsi götürə bilərdik. Bəli. Və mən bu tipli bir test hazırlamışdım. Cavabı orada xarrat günyəsi qeyd etmişdim. Götürə bilərsiniz, əgər cavablarda varsa. Baxın, görürsünüz, reismus var, yox, olmaz. Xətkeş olmaz, pərgar olmaz, biz olmaz. Amma dünyada iş zamanı bucaqları ölçmək üçün müəllimlər nədən istifadə edə bilərik? Reismus paralel xətlər çəkmək üçündür. Xətkeş en uzunu ölçmək üçündür. Pərgar deşi yerə çevrilə göstərini nişanlamaq üçündür. Biz də deşmə yerlərini açıb deşi açıb nişanlama aparmaq üçündür. Yəni sırf bucaqları nişanlamaq üçün biz nədən istifadə edə bilərik? Transporterdən istifadə edə bilərik. Yenə də deyirəm. Mən bu tipli bir test hazırlamışdım. Cavablarda transporter xeyir, yəni tam fərqli formatda. Buna oxşar bir fərqli formatda bir test hazırlamışdım. Hətta orada xüsusilə pəstahın künclərindən 90 dərəcə bucaq söhbəti də var idi orada. Sadəcə orada mən qeyd etməmişdim ki, xarrat bucaqlığı yoxdur. Sadəcə bunu lazım olan aləti yerinə yetirmək üçün alətin olmadığını qeyd etmişdim. Amma orada mən variantlarda xarrat günyəsini xüsusilə variant olaraq qeyd etmişdim. Əgər xarrat günyəsi olsaydı, transporter olmasaydı, bəli, götürə bilərdiniz müəllimlər. Sonra texnologiya dərsində şagird pəstahın çertyojunu çəkərkən bütün xətləri eyni qalınlıqda çəkir. Baxın, diqqətli olun. Bütün xətləri eyni qalınlıqda çəkir.
Nəticədə məmulatın öz konturları ilə ölçü göstərən xəttlər bir-birinə qarışır. Şagird ölçü göstərən xətti hansı xətt növü ilə əvəz etməlidir ki, çörtör standartlarına uyğun olsun? Aha. Mən burada sizə bir neçə yol deyəcəm. Baxın, detalın bütün xəttləri eyni qalınlıqda çəkib. Yəni, çertyoju çəkəndə eyni qalınlıqda bütün xəttləri çəkib. Yəni, bütöv əsas xətt qarışıb ölçü göstərən xəttə. Bütöv əsas xəttlə ölçü göstərən bir-birinə qarışıb. Ölçü göstərən hansı xətt növü ilə əvəz etməlidir ki, çörtör standartlara uyğun olmuş olsun? İndi gəlin baxaq. Ştrixli xətt qırıq-qırıq xəttdir. Bütöv nazik xətt. Bu olmaz da, çünki o qarışdırıb, o da olmaz cavab. Ştrix nöqtəli, bax. Ştrix nöqtəli, ştrix nöqtəli, ştrix bu xəttir. Dalğalı xəttir. Və bütöv əsas xətt. Bu da, üzr istəyirəm. Bütöv nazik xətti niyə? Bütöv əsas xətt oxumuşam bunu burada. Hə, bütöv əsas xətt olmaz müəllimlər. Bu bütöv nazik xəttir B variantında. Diqqətlə baxsaz. Axı müəllimlər, ölçü göstərən xətti nə ilə işarə eləyirdik? Bütöv nazik xətti də çıxarılan və ölçü göstərən nazik xəttin işarə olunur da, düzdürmü? Demək müəllimlər, doğru cavabımız burada nə olacaq? Bütöv nazik xətt. Deməli, detalın konturu bütöv əsas xəttlə idi, çıxarılan və ölçü göstərən bütöv nazik xəttlə idi. Doğru cavabımız nə olacaq müəllimlər? Bütöv nazik xətt olmuş olacaq. Görürsünüz, çox asan xəttdir. Burada deyəcəksiniz, dalğalı xətt nədir? Əslində var, amma biz onu xətt olaraq keçmirik müəllimlər. O dalğalı şəkildə də belə dalğalı olur. Sonra digər sualımız. Hə, müəllimlər görən kimi qorxurlar. Diaqram, sxem, cədvəl görən kimi qorxurlar. Amma heç bir şey yoxdur, sadəcə verib. Yazıb ki, çörək məhsulları bədənin B6-ya olan tələbatının neçə faiz olduğunu müəyyənləşdirməlidir. Kalori 60%dir, kalsiyum 10% yazıb, B1-ə 50 yazıb, dəmirə 50 yazıb, zülala 35 yazıb. Biz B6-nı tapmalıyıq. Yadımıza salaq da müəllimlər. Deməli, kaloriya 60%dir. Çıxdı. Zulalı 35%də çıxdı. Kalsiyuma 10%də o da getdi. B1 50-dir, D1 də 50-dir. B6-ya neçə faiz qalıb? 25% qalıb da ortaqda. Ya orada bu rəqəmlərin heç birisi yox idi da. Heç nə də tapmasaz 25% xüsusilə yadda saxlayırsınız müəllimlər. B6 ümumiyyətlə 25%dir. Burada heç bir başqa yol yoxdur. Yəni əzbərinizə, yaddaşınıza əsaslanan bir cavabı var bunun. Yəni nə burada hesablama aparmayacaqsınız, nə bir şey etməyəcəksiniz. Bu sizin əzbərinizə əsaslanan bir cavabdır müəllimlər. Aha, digər sualım. Şagird fendən istifadə zamanı təhlükəsizlik qaydalarını izah edərkən müəllimin şagirdlərə fenin şnurunun nə üçün elastik olmasının səbəbini izah edir. Doğru səbəbi seçin. Birinci yadınıza salırsınız. Dedi ki, orada necə yazılır? Deyirdi ki, fenin şnuru izolyasiyanın pozulmaması üçün elastik olmalıydı. Cavab avtomatik çıxdı. İzolyasiyanın olmaması üçün. Yenə əzbər əsaslanan bir şeydir. Deyir ki, gövdəyə yad cisimlərin daxil olmaması üçün. Onun gövdəyə yad cisimlərin daxil olmaması üçün fenin şnuruna, yəni şnurdan gedir söhbət, nə aidiyyatı. Fenin çiklənməməsinin yenə şnura nə aidiyyatı. Fenin tez qızmaması. Fen hava axının nəzarətdə saxlanılması üçün yenə nəzarət saxlamanın da ora, yəni belə deyim də sizə, şnura nə aidiyyatı. Qızmaması. Bu biraz sizi çaşdıra bilərdi. Bu variant sizi çaşdıra bilərdi. D variantı, tez qızmaması. Yəni o variant sizi biraz orada, necə deyim sizə müəllimlər, biraz çaşdırardı. O da deyil. Yəni cavab izolyasiyanın pozulmaması üçün olmalıdır. Doğru cavab A variantı olmuş olacaq. Sonra digər sualım. Şagird məktəb emalatxanasında suni oduncaq materiallarının səthini elə bəzərir ki, naxışlar tekstura boya qatının altında qalır. Yəni, boyanı çəkən zaman o oduncağın öz teksturası qətiyyən görünmür. Şagird bəzəmənin hansı növündən istifadə etmişdir? Baxaq, şəffaf bəzəmə odur ki, müəllimlər, elə şəkildə olur ki, o səth görsənir da, xarat bəzəməsi də deyirdik bunu. Aha, baxın deyə A ilə C ikisi də eyni variantdır. Yəni, onlar avtomatik çıxdılar. A da çıxdı, C də çıxdı. İkisi də eyni variantdır. Qeyri-şəffaf bəzəməni saxlayırıq.
Kəşirlənmə. Bu da tam bir adiyyatı olmayan laminələmə. Bu da suni kəşirlənmə ilə laminələmə suni oduncaq materialın, oduncaq yonqarlı lövhələrin sənayedə bəzəmək üsuludur. Yəni sənayedə hansı oduncaq yonqarlı lövhələr var? Bunlar kəşirlənmə ilə laminələmədir. Ya da o yeleyə aid olan bir variantlardır. Yəni bu bəzəməyə aid olan hansı olacaq? Qeyri-şəffaf bəzəmə, rəngsaz bəzəməsi. Yəni nə edirdik? Burada bəzəyən zaman səth görünmür. Yəni alt qat görünmür. Doğru cavab nə olacaq müəllimlər? Əlbəttə ki, qeyri-şəffaf bəzəmə olmuş olacaq. Digər sualımız. Müəllim texnologiya dərsində həndəsə oyma üsulunu izah edərkən düz xətli və qovsvarı elementləri xətt qoyub vasitəsilə yerinə yetirdiyini söyləyir. Düzgün cavabı müəyyən edin. Müəllimlər, bu 8-ci sinifdən olan bir məlumatdır. Özdə həndəsi oymaya aid bir məlumatdır. Həndəsi oymanı yadınıza salırsınız. O dəqiqəsi ki, həndəsi oyma nə idi? Müstəvi, qanovcuqlu oymanın növü hesab olunurdu. Müstəvi qanovcuqlu oymanın növü idi. Ən qədim üsulu hesab olunurdu. Müxtəlif formalı, üç bucaq, kvadrat, çevrədən ibarət olan elementlər halında olurdu. Hətta fərqli tilləri olurdu onun. Və deyir ki, müəllimlər, düz xətli və qövsvarı elementləri. Düz xətli və qövsvarı elementləri çəpnə, bıçaq, yarım dairəvi iskənədən istifadə olunaraq həyata keçirilir. Yəni burada doğru cavab A variantıdır. İndi görək o birisilər nə üçün istifadə olunur? Yəni naxış bıçağı nədir? Yastı düz iskənə nədir? Bunun üçün sizin iskənələr, ağac üzərində bədii oyma texnikasında o mövzunu diqqətli şəkildə bilməyiniz vacibdir. Yastı düz iskənələrdən nə üçün istifadə olunurdu? Yastı düz iskənələrdən yardımçı alət kimi istifadə olunurdu. Yastı relyefli oymada, kənar xətt düzrə oymada fonun təmizlənməsində istifadə olunur. Deməli cavab çıxdı. Naxış bıçağı nə idi müəllimlər? Yardımçı alət idi. Hansı ki, müxtəlif formalı naxış bıçaqları var ki, o alətlərdən də istifadə olunurdu. Bu da getdi. C variantında nov şəkilli iskənələrdən. Nov şəkilli iskənələrdə oyma əməliyyatında əsas alət hesab olunurdu və bunlar da 3 cür olurdu. Orta, dairəvi və yarım dairəvi. Künclü iskənələrdən müəllimlər. Künclü iskənələrdə qanovcuqların kəsilməsi üçündür. Bu da çıxdı variantımız. Bu variantda getdi. Yastı çəpinə iskənələr. Yastı çəpinə iskənələrdə var ki, müəllimlər, həndəsi oymada istifadə olunur. Belə, həndəsi oymada istifadə olunur yastı çəpinə iskənələr. İndi burada sizi qarışdıra bilərsiniz. İndi yastı çəpinə iskənə fikirləşəcəksiniz ki, həndəsi oymada istifadə olunurdu. Amma yastı düz iskənə, yastı relyefli oymada, kənar xətt düzrə oymada istifadə olunurdu. Fonun təmizləsiniz. Avtomatik çıxdı cavab. Çəpinə bıçaq. Bu onsuz da istifadə olunur. Yastı çəpinə iskənələrdəki bayaqda dediyim kimi heç bir şəkildə yastı çəpinə iskənə deyil cavabımız. Yastı çəpinə iskənələr dediyim kimi həndəsi oymada istifadə olunurdu. Həndəsi oymada istifadə olunurdu. Yenə də bu variant sizi görürsünüz necə də sizi çaşdırmaq üçün variantlar qoyublar ki, hansı ki bu variantlar sizi o variantlarda çaşdıra biləcək. Demək çaşdırıcı variantları var. Çəpinə bıçaq və yastı çəpinə bıçağı da qoyublar. Deməli, burada sizin yenə yaddaşınız öz işini görəcək. Deməli, həndəsi oymada hansı ki düz xətli qövsvarı elementləri çəpinə bıçaq, yarım dairəvi iskənə ilə işləyirdilər. Doğru cavabımız A variantı olmuş olacaq müəllimlər. Baxaq. Digər sualımız bu sualdır. Şagird məktəb emalatxanasında qalınlığı 45 milli olan 2 tamasanı zıvana ilə birləşdirmək istəyir. Texnoloji tələblərə görə o hansı növ zıvana birləşməsindən istifadə etməlidir? Baxaq. Zıvana birləşmələr tamasaların qalınlığına görə hətta bir-birlərindən fərqlənənlər. Hansı ki bir qat zıvana 40 milli qədər idi. 40 milli qədər idi. 2 qat zıvana 40-80 milli idi. 3 qat 80-dan üzü yuxarı idi. Hansı ki baxırıq. Bu variantımız 45'dir. Deməli 40-dan 80-ın arasındadır. Bu nə olacaq? Açıq 2 qat zıvana birləşməsi. 3 qatın digər adı künc yeşik birləşməsi də hesab olunur ki, yadınıza gəlsə birinci seansda da onu vermişdilər. Açıq 4 qat zıvana yoxdur.
Düz bağlı zıvanla da tam asasın qalınlığı verilməyib müəllimlər. Deməli 45 milli 40 ilə 80 arasında olan açıq 2 qat zıvana birləşməsi hesab olunur. Euler-Venn diaqramı verib sizin üçün. Diqqətlə baxın. Euler-Venn diaqramına əsasən, deməli doğru cavab nə oldu müəllimlər? Açıq 2 qat. Euler-Venn diaqramına əsasən tikiş maşınında yerinə yetirilən tam tikmə, baxyalama əməliyyatları üçün ortaq cəhətləri müəyyən edəcəyik. Bax, əgər müəllimlər ortasında görürsünüz sual işarəsi varsa, demək o ikisinin də ortaq cəhətlərini istəyir bizdən. Baxaq. Tərsinə çevrilmə şərti ilə detalların kontur boyu sapla birləşdirilməsi. Bu baxyalamadır. Bu birinci baxyalamadır müəllimlər. Tərsinə çevrilmə sözünü xüsusilə orada yadda saxlayırdıq. Düzdürmü? Bu baxyalamadır. Sonra tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirirdik. Bu həm baxyalamada var müəllimlər, həm tam tikmədə. Qoyun bu qalsın. Əməliyyat həm açıq, həm bağlı kəsik ilə aparılırdı. Hə, bu tam tikmədir müəllimlər. Həm açıq kəsik ilə, həm bağlı kəsik ilə aparılan tam tikmədir. Sonra tikişin dönməsi zamanı iynə bucağın təpəsində saxlanıb, pəncə qaldırılır, pəncə sözü var. Parça iynənin ətrafında fırladılaraq yenidən pəncə aşağı salıb tikiş davam etdir. Bu da baxyalamadır müəllimlər. Bu da baxyalamaya aid bir fikirdir. Bu tam tikmə idi, bu baxyalamaya aid fikirdir. Pəncə sözü var. Detal və məmulatların qatlanmış kənarlarının möhkəmləndirilməsi üçün istifadə olunur. Xeyr, bu da deyil. Demək müəllimlər, doğru cavabımız nə olacaq? Tikişin əvvəlində və sonunda maşın bərkitmələrinin yerinə yetirilməsi hər ikisinə aid xüsusiyyətlər hesab olunur. Digər sualımız. Səhv etməmsə bu 13-cü sualımız, hə? Şəklə əsasən düzgün cavabı təsvir edin. Baxaq. Saplarla həcmli naxış tikmə sadə irəliyə arxa tikişi ilə işlənir. Doğru fikir. Xaçvarı həcmli naxış tikmə sapların çarpazlaşması hesabına əldə edilən sıra arası tikişin xarici görünüşünə görə belə adlandırılır. Bu da doğru tikiş hesab olunur. Bu da doğru variantdır. Həcmli sıx tikişli naxış tikmən buna aid sual işarəsi qoyub ki, yəni variantlarda ona aid fikri tapaq. Baxaq görə ona aid fikir hardadır? A variantında həm bağlı kəsik, həm də nişanlanmış kəsiklə qatlamada istifadə olunur. Həm bağlı kəsik, həm də nişanlanmış kəsiklə qatlamada istifadə olunur. Bu tam tikmədir. Zəif burulmuş sapla və eyni ölçü tikiş arası ilə yerinə yetirilir. Bu su tikişidir müəllimlər. Bu tikiş ilə təkcə kontur üzrə yox, şəkli tam doldurulmaqla müxtəlif formalı təsvirlərin tikilməsi. Bu 2 dəfə iynə qabağa tikişidir. Bu tikişin maşın tikişini xatırladır və birbaşa tikiş adlandırılır. Hə, bu iynə arxaya tikişidir müəllimlər. Burada bir-birinə sıx yapışan, təsviri dolduran düz sırası sıx yapışan sözü artıq burada sizə cavab verəcək ki, bu sıx həcmli sıx naxışlı tikməyə hesab olunur. Elə doğru cavabımız nə olacaq müəllimlər? Y variantı. Düz sıx sözü sizə burada onsuz da cavabı özü aydın şəkildə göstərir. Digər sualımız. Texnologiya dərsində şagirdlər ünsiyyət zamanı sərhəddi hiss etmə bacarığının əhəmiyyətini öyrənirlər. Əlavə olaraq müəllim bildirir ki, bu xüsusiyyət olmadıqda sözlər və hərəkətlər münaqişəyə səbəb ola bilər. Söhbət hansı davranış normalarından gedirdi? Hə, bu 8-ci sinifdə olan bir davranış normalarıdır. Eynilə 9-da da davranış normalları var. Nəzakətlilikdir, ədəblilikdir, mərifətlilikdir, zəriflikdir, sadəlikdir, dürüstlükdür, təvazökarlıqda 8-də olan davranış normalarıdır. İndi bu sərhəd hissi, hansı ki bu həm də daxili duyma qabiliyyəti hesab olunur. Hətta belə deyək, əgər buna sərhəd hissi qoymasaq, münaqişə ola bilər, bir-birindən sövdələşmələr ola bilər, bir-birinə qarşı hər hansısa bir düzgün olmayan ifadələr ola bilər ki, istifadə oluna bilər. Bu müəllimlər mərifətlilikdir. Bunun cavabı mərifətlilikdir müəllimlər. Bu cavab mərifətlilik olacaq. İndi ədəblilik nədir? Ədəblilik hamı tərəfindən qəbul edilmiş dəyər çərçivəsində özünü aparmaq idi. Zəriflik hansı ki fərdi xüsusiyyətlərin aşkarlayıb nəzərə alınması idi. Nəzakətlilik də mədəni və nəcib davranmaq, eyni zamanda 9-da da var. Y variantında təvazökarlıq da var müəllimlər. Təvazökarlıq da öz fərdi müsbət keyfiyyətlərini qoruyub saxlamaq idi. Özünə xas olmayan hansısa bir xüsusiyyəti sərgiləməmək idi, öz üstünlüyü ilə, müsbət cəhətlərlə lovğalıq və yaxud da ədəbazlıq etməmək idi. Burada doğru cavab müəllimlər də olacaq. Mərifətlilik, sərhəd hissidir, münaqişəyə səbəb olmadı, hətta daxili duyma qabiliyyətində yaza bilərdi, yazmayıb sadəcə.
İndi gəldik. Bax bu sualımız 7-ci sinifdəndir. Prokat profillərinin növləri idi. Müəllimlər, mən sizə dəfələrlə demişəm ki, həm sənayedə bunlardan, həm əlvan, həm də qara metalların həm özündən, həm də ərintisindən hazırlayırlar. Çox asandır ki, rahatlıqla veriblər. A-da 600-lüdür, B-də kvadratla zolaqdır, C-də künclükdür, D-də isə res və şiveller verilib və onların uyğunlaşdırmasını istəyir. Baxaq görə uyğunlaşdıraq bir dənə müəllimlər. Bu biraz sizin için biraz çətin sual ola bilər, amma indiyənə qədər verilən bütün suallar çox rahat suallar idi. Baxaq. Baxırıq müəllimlər. Detalların möhkəmliyini və sərtliyini artırmaq üçün istifadə olunurdu. Bu rellər şivelləri idi. Buna D yazırıq. Bina tikintisində, dəzgahlarda istifadə olunan isti yayılmış metal profil. Bu müəllimlər künclüklər idi. Müxtəlif quruluşlu məmulatlar, pəncərə barmaqlıqları, çəpərlər qaynaq edilirdi. Bu da kvadratla zolaq idi. B variantıdır. Bolt və qaykalar, boltun da başı altı üzlü olduğu üçün A variantı avtomatik şəkildə bu rahatlı tapmaq A variantı olur. Baxaq. 1D, 2C, 3B, 4A. Bu da hansı variant olur? Əlbəttə ki, A variantı olmuş olur müəllimlər. Baxaq. Sökülmüş tikişlərin bərpa edilməsi ardıcıllığını müəyyən edin. Bu da bir tikişdən bir sualdır. İndi yenə burada ardıcıllığı müəyyən etməliyik. Birinci oxuyaq görək bizə nə verib. Əvvəldə və axırda hər biri 4 sm olmaqla bərkitmə tikişini yerinə yetiririk. Burada bərkitmə tikişini artıq yerinə yetirib. Görürsünüz, sonuncu bu olacaq. Məmulatın tərs üzünə çevirib sökülmüş sapları kəsilərək hər iki hissə üzərinə çıxarılır. Təbaşın izi ilə birləşmə tikişi aparılır. Görürsünüz, heç bir şəkildə bu 3 birinci ola bilməz. Ya da axırıncı ola bilməz. Əgər zədələnmiş hissə böyükdürsə, tikiş xətti təbaşir ilə işarələnir. Yenə də görürsünüz, bu da heç birinci ola bilməz. Avtomatik 4-ləri çıxardım bu dəqiqə Y-də. Məmulat hissələri nişanlanma xətti üzrə birləşdirilir. Görürsünüz, 5 də heç birinci ola bilməz. Demək, baxırıq birincinin hansıdır. Birinci odur ki, tərs üzünə çevirəcəyik, sökülmüş sapları kəsəcəyik, hər iki hissə üzərindən çıxaracağıq. Deməli, 2. 1-2-dir. Sonra hansı hissədir? Sonra zədələnmiş hissə böyükdürsə, tikiş xətti təbaşir ilə işarələyəcəyik. 2-dir. Sonra orada müəllimə hissələr nişanlanmış tikiş xətti üzrə. Bax, bu birləşdirilməsidir. Sonra müəllimlər o tikişin təbaşın izi ilə birləşmə tikişinin aparılmasıdır. Ən sonda isə müəllimlər əvvəldə və axırda hər birindən 1 sm olmaqla bərkitmə tikişinin yerinə yetirilməsidir. Necə rahat yadda saxlayın müəllimlər? Bunun da öz yolları var. Görürsünüz, heç nə yox. Birinci tərs üzünə çevirəcəyik də işi. Oradan başlayacağıq. Yəni tərs üzü sözü varsa bilin ki, bu birinci iş olacaq da. 2-1 avtomatik birdə. Sonra bilin ki, o zədələnmiş hissəni seçəcəyik. Böyükdür, kiçikdir, onu seçəcəyik. 2. Sonra baxacaq görür, o tikiş xətti təbaşir ilə işarələyəndən sonra nişanlama xətti zolları birləşdirəcəyik. Birləşdirəndən sonra nə etməliyik? Birləşmə tikişini aparacağıq da müəllimlər. Görürsünüz, ardıcıllıq özü gedir özündən asılı olmadan. Bu şəkildə ardıcıllıq gedəcək. Deməli, doğru cavab nə olacaq? B variantı. Yenə bir Euler-Venn diaqramı gəldi bizim üçün. Uyğunluğu müəyyənləşdirəcək. Burada yəni biri də istəyir, 2 də istəyir, 3-ünü də istəyir. Yun və ipək parçalardan, məmulatlardan gedir söhbət. 9-cu sinifin materialıdır, tikiş hissəsinin. 9-cu sinifin ümumiyyətlə tikişi çox asandır müəllimlər. Yəni düzdür, 9-cu sinif rahat bir kitab deyil. Amma yəni tikiş hissəsi olduqca asandır da. Yəni bildiyiniz 5 gün demək olar ki, o birisi siniflərin təkrarı kimi bir məlumatlar var. Demək, baxaq müəllimlər. Yun parçalar, ipək parçalar. Uyğunlaşdıraq. Yumaq olmaz, nəm halda olanda ehtiyatla davranmaq lazımdır. Nəm halda olanda bu parçalara ehtiyatla davranmaq lazımdır. Bu sözə diqqət eləyək. Yumaq olmaz, nəyə yumaq olmaz? Nədə yumaq olmaz? Görürsünüz, sual biraz yarım çıxdı. Nədə yumaq olmaz? Yəni, nədə yumayacağıq? Nəm halda olanda ehtiyatla. Bütün parçalar yuyulur. Nəyə də yumaq olmaz? Yəni, biraz tam variant deyil də, yəni bildiniz. Nəm halda olanda ehtiyatla davranmaq lazımdır. Bu sözdən artıq cavabı tapacağıq. Yumaq olmaz ifadəsindən biz tutmayacağıq cavabı. Yəni, nəm halda olanda ehtiyatla davranmaq lazımdır. Cavabından tutacağıq. Bu da yun parçalara aid bir fikirdir. Bu A. Quru təmizləmədə, yəni kimyəvi təmizləmədə istifadə edilə bilər. Elə yun parçalar özləri kimyəvi təmizləmədə istifadə olunur. B. Sonra ütünün altı 110 dərəcə temperatura qədər olduqda ütülənməlidir.
Ütünün altı 110 dərəcə temperatura qədər olduqda ütülənmə reklamlar qoysa icazə versə yaxşı olacaq. Demək müəllimlər, bu da ipək parçalara aid bir fikirdir. Nəm halda, asılmış halda qurudulmalıdır. Hə, bu da hansı ki, bunlar hər ikisinin oxşar cəhətidir ki, asılmış halda qurulmalıdır. Bu 3-ə gedəcək, 3 deyil. Sonra, quru təmizləmə qadağandır. 40 dərəcədən artıq olmayan temperaturda əllə yuyulmalıdır. Hə, bu da müəllimlər, bu ipək parçalara aid bir fikirdir. C-Y. Deməli oldu 1AB, 2CY, 3D. Bu hardadır? D A variantında müəllimlər. Cavab avtomatik A variantında bizi qarşıladı. Sonra növbəti sualımıza keçid eləyək. Texnologiya dərsində praktik iş zamanı şagird oduncağın sıxlığını təyin etməyə tapşırılır. Ölçmə apararaq oduncağın nümunəsinin həcminin 10 sm kub, kütləsinin isə 7 qram olduğunu müəyyən edir. Şagird vahid həcmdə olan oduncaq kütləsi onun sıxlığıdır qaydasına əsaslanaraq hansı qiyməti tapmalıdır? Sıxlığın düsturunu yadına saxmaq. Kütlədə n bərabərdir rho v-dir. Buna P də deyə bilərik, rho da deyə bilərik, fərqi yoxdur. Yəni hər ikisini deyə bilərik. Rho nəyə bərabər olacaq? M bölək V-yə. Gətirib düsturda qoyanda kütləni nə qədər verib? 7 qram verib. Düzdürmü müəllimlər? Baxsaq, həcmi nə qədər verib? 10 santimetrin kubu. Aha. Deməli 7-ni 10-a böləndə nə qədər düşəcək müəllimlər? 7-ni 10-a böləndə düşəcək nə? 0,7. 7-ni 10-a böləndə 0,7 cavabımız alınmış olacaq. Daha aydın şəkildə göstərim sizin üçün, silə bilmədim bir dəqiqə. Deməli, rho bərabər oldu müəllimlər nəyə? M bölək V-yə. M-imiz 7-dir, V-imiz 10-dur. 0,7 qram kub santimetr. Müəllimlər, gördünüz hesablaya bilmirsiniz. Yəni, buradan da çıxış yolu var. Bilirsiniz necə? Baxın variantlara. Qram bölünmüş kub santimetr, qram bölünmüş. Deməli, 7-ni 10-a bölüblər də, müəllimlər. Əgər vahidlər o şəkildə verilirsə, bilin ki, avtomatik cavab o olacaq da. Yəni, 10-la tapa bilərsiniz. Yenə bir diaqram formasında bir test gəldi. Yəni, çox asaddır, sadəcə diaqram burada rol oynamır, mənə elə gəlir. Baxaq, yenə də bir əzbərə əsaslanmış bir sual nümunəsidir. Və bu sual nümunəsi də eyni ilə 6-cı sinifdən olan bir sual nümunəsidir, müəllimlər. Hansı ki 6-cı sinifdə 2-ci mövzu olan ailə büdcəsinin formalaşdırılması, gəlir və xərcin hesablanması mövzusundan idi. Gəlirlər və xərclər orada hansı ki qeyd edilmişdi. Deməli baxaq. Yəni mənim üçün diaqram bir önəm daşımır, sadəcə bir görüntü rolunu oynayır. Diaqramda ailə büdcəsinin gəlir mənbələri faizlə göstərilib, təqaüd və müavinətlər hissəsinin faizini müəyyən etdik. Gəlir. Bax gəlirlər. Gəlirlərdə avtomatik rəqəmləri yada salın. Ailə üzvlərinin əmək haqqı 80% idi. Təqaüd müavinətlər 9% idi. Şəxsi yardımcı təsərrüfatdan əldə edilən gəlirlər 4% idi. Ayrı mənbələrdən gələn gəlirlər 7%. Baxın, 25 də xərcdir, 5 də xərcdir, 10 da xərcdir, 20 də xərcdir. Bir dənə qaldı 9. Heç yadınıza sala bilmədiniz. Baxın, görsüz xərclərdir. Xərcləri çıxında gəlir istəyir axı bizdən müəllimlər. Bir yolunu da deyim sizə. Əgər bunu bilmirsinizsə, bu iki yolu da bilmədiniz müəllimlər deyəlim. 7-nin, bax görürsünüz verib burada diaqramda. Gəlir verib, 80 verib, 80-ın üstünə 7 gəlin. Hə, 80-ın, bax yazamadım. 80-ın üstünə 7 verib. Üstünə 4 gəlib. 80-ın üstünə 7 neçə eləyir? 87, 87-nin üstünə 4, 91. Hə, deməli 7-9% qalıbdır. O 9% tapacaqsınız. Bu yolla da tapa bilərsiniz. Yəni 3 yol dedim sizə bu məsələnin həllini həyata keçirtmək üçün. Aha, digər sualımızı da oxuyuruq. Axırıncı sualımız. Bir dənə əlimlə qaldırın bunu. Çünki düşür PDF tam göstərə bilmirəm sizin üçün. Deyir ki, şagird texnologiya dərsində kompüterin tipləri və növləri kompüterin iş prinsipi mövzusunu keçəndən sonra kompüteri işə salır. Mahiyyəsiz. Yəni sadəcə işə salmasından danışır. Burada hələ bir cavab yoxdur. Bu zaman sistem işləmək üçün proqramı müəyyən bir qurğudan operativ yaddaşa köçürməyə başlayır. Hə, o qurğunu tapmalı. Göstərir, müəyyən bir qurğudan operativ yaddaşa köçürdür. Şagirdin apardığı müşahidəyə əsasən kompüter işə saldıqda proqram haradan operativ yaddaşa işi köçürdəcək? Müəllimlər, prosesor nə üçün idi? 9-cu sinifi o dəqiqə yadınıza salırsınız. Prosesor nə üçün idi müəllimlər? Hesablamaların aparılması üçündür. Ümumiyyətlə bir əzbərə əsaslanan bir cavabınız var burada.
Diyelim ki avtomatik şəkildə əzbərə əsaslanan cavabınız var burada. Yəni əzbərə əsaslanan cavab deyəndə nə deyirəm? Yəni siz o mövzuları öyrənirsiniz, yadınızda saxlayırsınız da. Əzbərə əsaslanan bir cavabınız var burada sizin diyelim ki. Düzdürmü? Hə, əzbərə əsaslanan cavabınız var. Prosesor nə üçün idi? Hesaplamanı aparmaq üçün. Bizdə də sonra sərt diski qoyduq. Bütün məlumatlar sərt diskdə saxlanılırdı. Bunun adı digər adda toplayıcı hesab olunurdu. Saxladıq. Monitor nə üçün istifadə olunurdu bəs? Yadımıza salırıq o dəqiqəsi. Deməli, prosesor hesablamaları aparmaq üçün idi. Prosesor yenə də sizi orada çaşdıra bilər. Çünki prosesorun adı çəkilir orada. Çaşdıra bilər. Monitor nə üçün idi? Monitor avtomatik çıxırsınız. Demək, nə üçündür monitor? Avtomatik çıxırıq cavabı monitordan. Monitor təsviri ekrana çıxartmaq üçün istifadə olunan çıxarış qurğusu idi. Printerdə hansı ki çıxarış qurğusu idi, mətni şəkli kağıza köçürtmək üçün istifadə olunurdu. Skaner daxili qurğusu idi, hansı ki o məlumatı kompüterə daxil eləyirdi. Bu üç variant avtomatik şəkildə bizdən deməli C, D, E çıxdı. Qaldı 3 dənə variant. Tapa bilmirsiniz də, yaddaşınız yoxdur. Yəni bilmirsiniz ki, burada cavab sərt diskdir. Aha, avtomatik prosesorun nə olduğunu hesablayırsınız. Yəni nə olduğunu yadınıza sarırsınız. Hesablamaları aparmaq üçün idi. Düzdür? Ha, prosesorun adı orada çəkilir. O porsiyanın ötürülmək üçündür. Deməli cavabınız nə olacaq müəllimlər? Sərt disk.